Mən başqa çəngəl bir də balaca çəngəl. Bacı, inanırsan, Lənkəranda nələr yemişəm. Nələr yemişəm, nələr. Nə güzel. Ay kız, bunu sağ ol. Biri yazıp ki, ay kız sevgilin yoktu diyesen, yemeği şey yiyirsen, soğan yiyirsen. Yoktu bacak. Sevgilisi olmuş. Soğan yiyor. Öyle diyorlar, bak. Diyetasız, kofesiz, bir ayın içinde. Sarımsak da yerim hocam. Menüs değil. Deməli, gözəl xanımlarımız, mən zehn və bədənlə arıqlamışam. Gəlməyən qurbandan qabaq bunu deyim. Lənkəranda məni görənlər, buradasınız. Qızlar, canlı gəlib məni Günel ticarətdə görənlər, Lənkəranda görənlər, Nərman. Mən arığam. Bizə yazmışsınız, can sizə qurban olaram az mən. Canımsınız, ürəyimsiz, həyatımsınız, bəli. Hə, süper. Sizə qurban, ay Allah. Allah sizi o qədər xoşbəxt eləsin ki, yarayanlardan olasınız. Canlarım mənim, can. Madonnası, sizə qurban olaram mən, çox arıqsan. Bax, inanırsınız qızlar. Mən, bax, bu xanımın sayəsində arıqlamışam. Bax. Düzdür, burada bu məni kök görsədir. Bu məni biraz kilolu görsədir. Mən. Bax, bu zehin və bədən var ha. Bax, sayəsində arıqlamışam. Aytaç xanımın sayəsində arıqlamışam. Anadolu Allah'a təndir çörəyinə qədər yiyirəm. Hər bir şey yiyirəm və arıqlayıram. Hə, yaxşı. Neçə kilodan? 61 kilodan. Kök olandan olur ki, az kök xoşlamıram da bacı mən. Kök xoşlamıram mən, ona görə. Sesim. Canınıza çok sağ ol ürəyim. Üç yaşında kızımız var ha. Okuma ürəyim, okuma. Okuma. O dayım kızının oğludur. Bu da bacardığınız kadar ekran tıklaması gelsin. Seni görəndə gözüm ağrıyor. Blok elə. Orada pomidor var. Ayda bunu bitirim gələndə alarım. Xeyr də qutarıb. Değil. 3 tane kaldı. Ver də birim mənə. Bir de çörekte kurtardık. Çörək? Daha çörek kurtardık da sarılıyor. Aşağı. Çok yiyorsunuz ha.
Kızlar, değerli izleyicilerim, Günel Ticaretin değerli müşterileri, Günel Ticareti koyduk orada, geldiğinde bacı qurban. Ne olar Günel Ticaretten sual vermeyin. Bugün kuru sutka ancak Günel Ticaretten danışmışıq. Başınıza dönərəm. Bax, çünki mənim özüm, kızlar, ac qala bilmirəm. Özümdən asılı deyil. Yəni yeməyimdən qalmıram, amma arıqlayıram. Nigar xanım, yediyim çörək haqqı Aytaç xanım məni arıqladır. Bax, yediyim çörək haqqı deyirəm. Çörəkdən artıq heç kim ola bilməz. Düzdür, bərəkətdir o. Bərəkət haqqı Aytaç xanım məni arıqladır. Necə, qızlar? Aytaç xanımın dediklərini birə-bir yerinə yetirirsiniz. Çörək yeyə, yemək yeyə, nə bilim, xəngəl yeyə, şirniyyat yeyə arıqlayırsınız. Mən deməli snikersi şokolad yağına batırıb yemişəm. Şokolad yağına snikersi batırıb yemişəm. Yəni mən yemək yeyə arıqlayıram. Yemək yeyə. Özü də ki mən qorumuram özümü. Ay bunu yedim, bunu yeməyim. Ay onu yedim, bunu yeməyim. Ay bunu yedim, onu yeməyim. Məndə elə şey yoxdur. Ay bacı, ürəyim nə istəyir yeyirəm. İstəyir gecə saat 12 olsun, istəyir gecə saat 1 olsun, istəyir nə bilim gecə saat 3 olsun, fərqi yoxdur. Ürəyim nə istəyir onu yeyirəm. Çox yeyirsiniz. Əlbəttə ki, çünki istəyirəm. Ürəyim istəyir yeyirəm. Ay bacı, qurban olaram sənə. Ürəyim istəyir yeyirəm. Can. Ay bacı, demirəm, ürəyimin xərtlə bunu istəyirəm də mən, düzdür. Bunu istəyirəm. Bunu mən niyə alım yeməyim da, necə qəşən? Deyir, yerazlar simic olur, sən kimi oxşadın. Mən? Ay qız, yerazlar simic olmur, baxın hansız ona. Qafanlılar simic olmur. Mənim anam qafanlıdır. Əlləri açıqda. Valla. Mən də sizi sevirəm. Qıza diyetolog deyil, zehin və bədən şuuraltı arıqlamaqdır. Aytaç xanımın səhifəsi yuxarıdadır. Yadigar, xoş gəlmişsən. Təşəkkür edirəm. Yerazlar yiyib içən olur, çox. Yerazlar, valla, yedikləri yeməyə, verdikləri pulu qıra qızıla versəydilər, indi evlərinin daşı divarı hamısı qızıldan idi. And ola Allaha. Yerazlar qədər yeməyə pul xərcləyən yoxdur. Biz yeməyə dəyişət pul xərcləyirik. Bacı, bizdə, yəni şükür, Allah hamının ruzusunu yetirsin, içində də bizi, hamının ruzusunu yetirsin, içində də bizim. Bacı, qurban olsun, bizdə ət olmayanda elə birlik yemək yoxdur. Yəni, çox yeməyimizə düşkünlük, əslində yaxşı bir şey deyil o. Cəmat gedir qırqızıl alır, biz də allıq tökürük qarnımıza. Şepin ana. Bak görürsünüz, bak 22-16'da geldim, yemek yedim, üstüne şor yedim, üstüne cöcərtimi yedim, üstüne xiyar pomidorumu yedim, üstüne de küftəmi yedim, indi üstüne marujnamı yiyirəm, indi axşama qədər hələ yiyəcəm. Hələ axşama qədər yiyəcəm bacı. Nə qədər acıdımsa yiyirəm, gecə saat 12 bilmirəm, 1 bilmirəm, nə qədər istəyirəm yiyirəm, nə qədər istəyirəm yiyirəm. Nə bilə yarıqlayam. Kızlar, bugün bütün günü baba, bütün günü belə gözüm atıb mənim, o nədir şeylər? Adın nədir? Spark Fashion. Spark Fashion. Teşekkürler, çok sağ ol. Adım ilə interesini ki, bacı, oxuya bilmədim. Salam, xoş gəlmişsiniz. Çox iştahlı yeyirsiniz, çox sağ ol. Xanım, dodaqlarım möhtəşəm, sağ ol qardaş.
Allah canını sağ eləsin. Həyat gözəldir. Get həyatını yaşa. Get həyatını yaşa. Sən onlar üçün yaşamırsan. Onlar da sənin üçün yaşamır. Get həyatını yaşa. O dediklərin yerinə yetirsəm, çünki bu aralar çox işləyirəm deyənə, dediklərin onun yerinə yetirə bilmirəm. Ona görə tam şəkildə istədiyim kimi də tam. Amma mən hamı bilsiz nə deyir? Deyirlər ki, çox arıqlamısan, biraz kökəl. Hamı eyni sözü deyir. Kim məni görür, deyir, çox arıqlamısan, biraz kökəl. Çox arıqlamısan, biraz kökəl. Mən də canlarım mənim, ürəklərim, sizə qurban olaram. Mən sizi o qədər çox sevirəm. Mən sizi görməsəm də sevirəm. Can, qurban olaram sizə. Mən də sizi çox sevirəm. Sağlam şəkildə arıqlamaq istəyirsinizsə, daha da gözəlləşmək istəyirsinizsə, siz də mənimlə birlikdə arıqlayın, daha da gözəlləşin, daha da qəşəngləşin, daha da gözəl olun, daha da qəşəng olun. Gözəl bacılarım, canlarım mənim. Niyə cavab vermişsən? Görmədim axı aşkım. Səhifə yuxarıdadır. Yox, Lənkəranda deyiləm, aşkım, evdəyəm. İnanız, başım ağrıyır, üstünüzə sağlıq. Ayallah, 22-22-dir, dua eləyin, bacı. 22-22-dir, arzularınız yerinə yetirecək. Ayallah, sənə qurban olaram. Nə olar, ya Rəbbim, ya Rəsulullah. Özün bilirsən, mən səndən nə istəyirəm. Hə, amin yazın, bacı. Amin. Hə, diyetasız, kofesiz. Neynim bacı, içimdən keçən hər deyirəm də deməyim, bacı. Təhlil məni öldürdü da. Sizə qurban olmaz mən. Deyəm dədə. Neysə qızlar. Zehin və bədənin səhifəsi yuxarıda qeyd olunub. İnci mətbəx xoş gəlmişsən həyatım. Zehin və bədənin səhifəsi yuxarıda qeyd olunub. Gözünüzün qabağında da bütün günü yemək yeyirəm. Düzdürmü? Necə arıqlayıram bəs? Gelin yiyin görün bütün günü siz yemək. Arıqlaya bilərsiniz? Mümkün deyil. Mümkün deyil ki siz yemək yiyəsiz bütün günü və arıqlayasınız. Bu qeyri-mümkün olan bir şeydir. Mən amma zehn və bədəndən bütün günü yemək yeyirəm və arıqlayıram. Və bunu da mən borcluyam Aytaç xanıma. Hələ də mənim bu barədə danışmaq istəmirəm. Problemlərim var. Çox sağ ol ürəyim. Bəli, var. Bütün ticarət mərkəzlərində indirim var. Çoxdan almışam, bilmirəm ürəyim. Yadımda qalmayıb neçə almışam. Sırqanı. Qaşınızın biri qalındı, biri nazik. Asədə karandaşım gedib danan ağarım bacı. Karandaşım gedib ona görə. Karandaşım gedib bacı ona görə. Salam. Salam. Xeyr, diyetik yeməklər yemirsən. Evdə nə bişir onu yeyirsən. Siz nə olar, dur mənə bir dənə çay ver də, nə olar, xahiş edirəm, yanıram susuzluqdan. O nə deyirsən? Arıqdan. Əlbəttə ki olacaq, ayın axırına qədər. Gözünə hansı liner çəkmir? Isador. Çörək də yiyirəm ürəyim. Çox arıqlamısınız, dəyişət. Günlar Zəlişcan. Ayrım, qurban olun. Bir şeydir də, Isador'un bir dənə şeyi var da. Nədir onun adı? Lineri. Isador liner. Vəsə. Qoç bürcü elədi. Neçə kilosuz? İndi çəkməmişəm. Tövbə estağfurullah. Hər adamın dediyinə fikir versən, ömür keçməz, bacı. İnan mənə ömür keçməz. Hər adamın dediyin eləsən, hər adamın dediyinə fikir versən, hər adamın dediyin ürəyivə salsan,
Anında Allah'a ömür keçməz. Ona görə başım boş bırak geçsin. Bu da mənim çayım. Yandım. Əlim. Düzdür, can. Hə. Yəni ona görə boş buraxın, həyat gözəldir, yaşamağa baxın. Heç kimin içində nələr çəkdiyini bilmir, heç kimin nə yaşadığını bilmir. Qıraqdan məsəl üçün siz bilərsiniz, məsəl üçün birinin borcu var. Məsəl üçün deyirəm. Aytaca 5 kilo arıqladım bacı. Aytaç xanım super arıqladır. Səhifəsi də yuxarıdadır. Kim istəyirsə qoşulsun. Bax biri məsəl üçün birinin borcu var, hə? Məsələn sən onun o borcda nə stres çəkdiyini bilə bilmərsən. Sən uzaqbaşı bilərsən ki, onun 5000 borcu var. Hə deyəcəksən ki, 5000 də verəcəksən də. Amma sən bilmirsən ki, o insan borcu var deyənə nələr çəkir. Yəni sən onu bilə bilmərsən. O deyər, danışar, gülər, əylənər, restoranına da gedər. Bu borcu var deyənə ölməli deyil. Yəni sizin düşüncəniz fərqlidir, mənimki tamam fərqlidir. Siz elə bilirsiniz ki, borcu olan insan yeməməlidir, içməməlidir, geyməməlidir, gəzməməlidir. Aparıb borcun vermə. Elə bir şey deyil. Biz yaşayırıqsa, yemək də yeməliyik, içməliyik, gəzməliyik, geyinməliyik. Yəni siz nə gözləyirsiniz ki? Naborot sevinin, deyin, halaldır sənə. Nə yaxşı sən yıxılmadın, bu boyda dərd çəkdin, bu boyda borcun içindən çıxdın, bu boyda xəstəlikdən azad oldun, bu boyda xəstəliyin içində nə bilim çabalayırsan, bu boyda nə bilim filan kəsi itirdin, filan şey elədin, filan şey elədin. Sən necə qalxdın bunun öhdəsindən? Halaldır sənə. Həqiqətən də elədi, hə. Tək arıqlamaq eləmir, kömək eləmir insana. Sizi həm də həyat dərsi keçir Aytaç xanım. Çox gözəl psixoloqdur. Çox gözəl. Hə, onu mənə hamı deyir, ey ürəyim. Mənim qızım universiteti qutarıb ay ürəyim. Bəli, psixoloji o qədər adamın ruhuna çox gözəldir, həqiqətən də. Burnum əməliyyat deyil həyatım. Allah güldürsün. Az düz demirəm, səhv deyirəm, dinsət deyirsiniz. 25-30. Bunu bir manat elədi, 65 nədir? Bakıdayam, ürəyim. Bəlkə şalvararı neçədir? 25-30. Bəlkə şalvararı. Ay bacı, dedim də, 25-30. Aytaç xanımın nömrəsi özü bu deyib, buradadır səhifəsi ürəyim. Aytaç səhifəvi yuxarıda sən etiketli ömrüm. Mən də sizi çox sevirəm ürəyim. Səhər Lənkərandaydım da, indi buradayım aşkım. Getdik, indirim elədik, gəldik bura. Balsan da balca. Ürəyim. Makyajımız almışım, üzüm gözümü karışıb. 2 gündə gecə yatıram. Salih xanım, qızım sizin esimim işləyib deyir, mama elə gözəl ürəyi var, çox yaxşıdır xanımdır. Fidan Qasımova kimdir sizin? Fidan Qasımova? Bacı, Fidan Qasımova kimdir ki? Sən qızındır. Can.
Həqiqətən Allah şahiddir. Salih xanımın başqadır. Sənə qurban olaram Zaytacığım. Çox sağ ol ürəyim. Yazım düşmür. Səni çox istəyirəm bacı. Mən də sizi çox istəyirəm ürəyim. Salam, Viska sabah saat neçədə açılacaq Nərmə? 10'da qızlar, 10'da. Salam, həzə sonunda endirim var ayın axırına qədər. Allah canını sağ eləsin bacı. Salam bacı. Az bəzdir. Gəl də canlıya. Gəl canlıya. Qərəldəsiz. Siz dəhşət ağlı. Yox, ağıllı deyiləm. Əstağfurullah. Ne yaxşı dırnağını. Mən 3 ildir dırnağım yoxdur. Ay Allah, yəni belə bir şey yoxdur da, qurban olum Allaha. Nə bacı, Allah köməyiniz olsun. Gəl, yaxşı. Sabah günündə olacaqsınız, hə. Olsa mən harda, şurada başamda. Nərmanovda, lazerə gedirsən. Az lazerə getməyən insan var. Sən Allahın indiki zamanda lazerə getməyən insan var. Allah'ım. Neyse. Bilmirəm aşkım. Bilmirəm. Çoxdan almışam. Lənkəranda vəziyyət super. Yo,